Bugün Daxili İşlər Nazirliyində 2025-ci ildə cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin olunmasına dair geniş kollegiya iclası keçirilib. Bugün TVLent az saytına istisnadən xəbər verir ki, həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində 90 erkən evliliyə cəhd faktı aşkarlanıb. Bu hallar üzrə 28 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 5 valideyn və 41 aidiyyəti şəxs barəsində inzibati tənbih tətbiq olunub. Əlavə olaraq 57 şəxslə profilaktik söhbətlər aparılıb. Hesabat dövründə həmçinin 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işləri başlanılıb və ümumilikdə 32 şəxs barəsində müvafiq məsuliyyət tədbirləri görülüb. Kollegiyada qeyd olunub ki, bu istiqamətdə profilaktik tədbirlər cari ildə də davam etdiriləcək. Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.